Bismillah. 2026-cı ilin sonuna qədər ev və maşın alacaq bürclər. 2026-cı ildə ev alma potensialı yüksək olan bürclər bunlardır. Buğa. 2026-cı il buğalar üçün maddi sabitlik və daşınmaz əmlakla bağlı böyük qərarlar ili olacaq. Xüsusilə ilin ikinci yarısı iyun-dekabr ev alma üçün əlverişli şanslar verə bilər. Uyğun sahələr, sabit gəlir, əmlak investisiyaları, təhlükəsizlik hissi. Oğlaqlar daha real və strateji addımlar atacaq. Ev alma arzusu ilə cari büdcəni planlayacaq. Kredit və ipoteka şərtlərini diqqətlə seçəcəklər. Önəmli dövrlər yay və payız. Xərçənglər üçün ev ailə və rahatlıq simvoludur. 2026-da daha sabit həyat qurma istəyi ilə bağlı daşınmaz əmlaka maraq arta bilər. Əhəmiyyətli dövrlər mart-may. 2026-cı ildə maşın alma potensialı yüksək olan bürclər, əkizlər, hərəkətlilik və yeni təcrübələr əkizləri 2026-da daha çevik qərarlar verməyə sövq edəcək. Maşın alma düşüncəsi onların gündəmini məşğul edə bilər. Ən mümbit dövrlər yaz və yay ayları. Oxatan, azadlıq və səyahət sevgisi oxatanları 2026-da şəxsi nəqliyyat almağa təşviq edə bilər. Xüsusilə ilin ortaları onlar üçün uğurlu gözükür. Enerji yüksəkdir. İyun-sentyabr ayları enerji yüksəkdir. Qoçun dinamizmi və sürətli qərar qəbul etmə qabiliyyəti maşın alışı üçün əlverişli olacaq. Qısa müddətli imkanlar onlara tez qərar verməklə kömək edə bilər. Aktiv dövr ilin ilk yarısı. Həm ev, həm maşın almaq imkanı olan bürclər, tərəzi. Maddi planların balansını yaxşı tutma qabiliyyəti ilə tərəzilər həm ev, həm də maşın üçün qənaət və planlaşdırma apara bilərlər. Uğurlu imkanlar ilin ortalarından etibarən aktivləşə bilər. Şir. 2026-da şirlər öz komfort səviyyəsini yüksəltmək istəyərlər. Bu da həm ev, həm də maşın almaq üçün böyük addımlara gətirə bilər. Astroloji tövsiyələr. Doğum xəritəniz bilsəniz, bu proqnoz daha dəqiq analizlərlə fərdiləşdirilə bilər. Maddi qərarlar üçün Saturn və Yupiter tranzitləri xüsusilə əhəmiyyətlidir. Bu planetlərin yerləşməsi alqı-satqı uğurunu gücləndirə bilər.